Bende ses çıkmıyor. Axşamınız xeyir, hər kəsi salamlayıram. İnşallah ki, hamı yaxşıdır, hər şey qaydasındadır. Beşinci gün adətimiz üzrə bizim məhsul günümüzdür və bu gün mədə-bağırsaq problemləri və bu problemlərdən qaynaqlanan səpkili dəri problemləridir ki, belə bir böyük bir mövzudur. E, İnşallah ki, bu qısa vaxt zaman kəsiyində mən çalışacağam ki, elə bir mənzərə yaradım ki, bilənlər üçün təkrar, bilməyənlər üçün yeni məlumatlar olsun. Əslində mövzu olaraq çox genişdir, çox geniş mövzudur. Yəni onu bir saata, 40 dəqiqəyə sığışdırmaq çox çətin məsələdir. Amma biz həmişə vurğulayırıq ki, biz həkim deyilik. Sadəcə bir insan kimi əgər biz sağlam olmaq istəyiriksə, uzun müddət xəstəliklərdən əziyyət çəkmək istəmiriksə, hər bir insan kimi, yəni biz də özümüzü tanımalıyıq. Yəni insan anatomiyasını azdan çoxdan bilməliyik. Hansı orqanın harda yerləşdiyini bilməliyik. Hər hansı bir narahatlıq olanda biz bilməliyik ki, bizim haramız ağrıyır və nəyə görə biz ona tez müdaxilə edə bilərik. Çünki bizim məqsədimiz həm məhsulları yaxşı bilmək, həm insanları maarifləndirmək və məhsulların nə üçün qəbulu vacibdir. Bax, bizim əsas prinsipimiz bu olmalıdır. Üzr istəyirəm. Mikrofonlara nəzarət eləyə, xahiş edirəm. Fikrim yayınmasın ki, çünki mövzu böyükdür. Həqiqətən hardan başlayıb hardan bitirəcəyimi dəqiqləşdirə bilməmişəm. İnşallah ki, hamının başa düşəcəyi bir dildə. Çünki elmi dilə ehtiyac yoxdur. Biz nə həkimik, nə də kimlərisə dərs keçirik. Sırf özümüzə lazım olan formada, insanları başa sala biləcək və başa düşəcəkləri bir formada biz özümüzü tanımalıyıq. Birinci tanımağı lazım olan orqanımız da bizim hər zaman vurğulayırıq ki, bağırsaq bizim ikinci beynimizdir. Amma bir şey qeyd edeyim ki, bağırsaq tək orqan deyil və o heç vaxt tək işləmir. Ona görə də mədə-bağırsaq traktı deyilən bir termin var ki, bu həm tibbdə, həm də bizim məhsulların hazırlanmasında, izahında, ümumiyyətlə təqdimatında böyük rol oynayan bir məsələdir. Mədə-bağırsaq traktı çox uzun, çox qəliz bir sistemdir. Demək, necə başlayır? Ağız boşluğundan başlayır, anal deşikdə bitən boruvarı bir sistem təsəvvür eləyin. İnsanın boyu boyda təsəvvür edin ki, bu sistem var. İndi görün ki, niyə görə ona insanın ikinci beyni deyilir və niyə görə bu qədər vacibliyi vurğulanır. Təsəvvür edin ki, biz qidanı qəbul edirik. Yəni mədə-bağırsaq traktı deyiləndə təkcə çox adam bağırsaq başa düşür. Amma unutmaq olmaz. Biz əgər mədə-bağırsaq traktı deyiriksə, qidanı necə edirik? Biz ağzımızdan qəbul edirik. Udlaq vasitəsilə mədəyə ötürülür. Mədədə yemək işlənilir və buradan hara daxil olur? Nazik bağırsağa. Birbaşa bağırsaq biz bilirik ki, bağırsaq da bir neçə hissələrə bölünür. Nazik bağırsağa daxil olur. Artıq burada həzm prosesinin 90% nazik bağırsaqda gedir. Yoğun bağırsaqda mikroflora sırf yoğun bağırsaqda yerləşir və burada artıq nəcisin formalaşması baş verir. Düz bağırsaq isə orqanizmdə olan o artıqları bütün nəcis formasında bədəndən çıxarır. İndi fikir verdinizsə nə qədər çətin proseslər gedən bir sistemi var. Təsəvvür edin ki, qidanın qəbul olunması, onun parçalanması, soğurulması, hissələrə ayrılması və lazımlının bədəndə qalması, lazımlının bədəndən atılması sırf mədə-bağırsaq traktının işidir. Ona görə də biz mədə-bağırsaq traktımıza diqqətlə yanaşmalıyıq. Onun sağlamlığına biz hər zaman xüsusi diqqət ayırmalıyıq. Çünki digər orqanlarımızın sağlamlığı da məhz bu prosesdən keçir. Çünki biz nə yeyiriksə, nə qəbul ediriksə, onların sayəsində bədən ayaq üstədir. Yəni orqanizm onun sayəsində formalaşır. İndi gəlin ümumiyyətlə bağırsaq haqqında biraz məlumat verim. Bağırsağın formalaşmasından sizə məlumat verim. Bağırsaq ümumiyyətlə insan doğulanda hərəkətsiz bir formada çox
kiçik bir formada. Mədə də bağırsaq çox kiçik formada olur. Yəqin ki, çoxlarımız bilirik ki, uşaqlarda o bağırsaq formalaşması nə qədər çətin bir prosesdir. Xüsusilə də indiki dövrdə anaların hamiləlik vaxtı qidalanması, onların nə dərəcədə təmiz havada olması, bütün bunlarla bağlı olaraq daha çox bağırsaq problemi yaşayan analar və doğularkən körpə uşaqlarda biz problem görürük. Şəxsən öz praktikamdan da bir neçə nəticə paylaşacağam. Demək, ilk ayda bağırsaq başlayır artıq hərəkətə gəlməyə. Və ana südü birbaşa orqanizmə ona görə vacib sayılır ki, biz bilirik ki, dinimizdə də buyurulub ki, uşaq ana südündən bəslənməlidir. Müəyyən yaşa qədər ana südü sayəsində bəslənməlidir. Bunun elmi cəhətdən də izahı məhz bu bağırsağın fonunda mən gözəl izah eləyim sizə. Demək, ilk ayda formalaşan bağırsağa artıq ana südünün sayəsində probiotiklər daxil olmağa başlayır. Probiotiklər nə üçün lazımdır? Bağırsaq mikroflorasını yaxşılaşdırmaq üçün. Ümumiyyətlə, onun tikinti materialıdır. İlk əvvəl bir ayda bu formalaşır. Artıq mikroflora formalaşmağa başladıqca uşaqda müəyyən narahatlıqlar baş verir və xüsusilə də bunu süni qida qəbul edən uşaqlarda çox rast gəlirik. Qazı çox olur, narahatlıq çox olur, qəbzliyi problemi yaranır. Bu da nədən irəli gəlir? Çünki ana südü təbii olduğuna görə təbii probiotiklər daxil edir uşağın orqanizminə. Süni qidalarda bu biraz çətin başa gəlir. Mümkün qədər təmiz ana südünə oxşar bir teksturu, bir vəziyyət yaratmaq istəyirlər. Amma yəni biz bilirik ki, təbii başqa, sonradan düzəldilmiş, yəni süni qida tamam fərqlidir. 2-6 ayda artıq bağırsaqlar böyüməyə başlayır və bu zaman immunitet formalaşmağa başlayır. Artıq ilk bağırsağın özünün müdafiə sistemi, yəni immunitet başlayır müdafiə hüceyrələrini bağırsağımızı ötürməyə. Yəni 2-6 ay ərzində. Artıq 6 aylıq uşağın bağırsağında müxtəlif fermentlər. Bura amilaza, bilməyənlər qeyd eləsinlər, karbohidratlar. Bəzən olur, fermentləri soruşurlar, müəyyən həkimlər analiz verəndə, neysə bir şey soruşanda. Bu lazımdır. Biz bilməliyik ki, bu fermentlər nə üçündür? Çünki hər birimiz məsləhətçi və ən azından fermentlərin nə üçün çalışdığını bilməliyik. Karbohidratların parçalanmasına cavabdeh olan amilazadır. Lipaza yağların parçalanmasına cavabdeh olandır. Bir də var proteaza fermenti. Bu isə birbaşa zülalların parçalanmasına cavabdeh olan fermentlərdir. Və 6 ayında niyə görə uşaqlara müəyyən meyvə, müəyyən tərəvəz püreyləri verməyi məsləhət görürlər? Çünki həmin bu fermentlər formalaşdığına görə artıq 6 aya qədər bağırsaq immuniteti, yəni orada özünü müdafiə edən hüceyrələr formalaşdığına görə artıq biz uşaqlara, yəni bağırsaq normal bağırsağa oxşar olduğuna görə demirəm eyni. Çünki uşağın 1 yaşına qədər bağırsağı normal bağırsaq olmur və ona görə də bir çox savadlı həkimlərlə işimiz yoxdur. Bir çox işinin bilməyən, diplomunu nə ilə aldığını o məsələyə qarışmırıq. Uşağı çox vaxt analizlərə göndərirlər, körpə uşaqları. Amma bilmək lazımdır ki, 1 yaşına qədər uşağın nə qan tərkibi, nə də bağırsağı normal bağırsaq olmur. Çünki siz analiz verəndə, məsəl üçün, dalbadal bir neçə gün analiz versəz, hər dəfə müxtəlif səviyyələri görəcəksiniz. Niyə görə? Çünki bu dövrdə bağırsaqda, qanda müəyyən formalaşmalar gedir. Ona görə də bu cür hal vəziyyət ortalığa çıxır. Və 6 aydan artıq bərk qidalara keçir, dediyimiz fermentlərin sayəsində. 1-3 yaşında, 1-3 yaş arasında artıq bağırsaq bakteriyaları, yəni mikroflorası 70-80% formalaşır. Yəni bu artıq normal insan bağırsağının formalaşmasını göstərir. Bu zaman uşağın daha çox qidalanması, əgər bağırsaq formalaşmasına təsir eləyirsə, 3 yaşından yuxarı qidalanma ilə yanaşı bura daxil olur stres.
Ailədəki söz-söhbətlər, ətrafdakı aqressiv münasibətlər, uşaq əgər bağçaya gedirsə, bağçada gördüyü münasibətlər, bütün bunlar bağırsağa təsir edir. Xəstəliklər və bir çox səriştəsiz anaların, hətta mən deyərdim ki, evdə olan bütün böyüklərin bir problemi, ortaq cəhəti uşaq xəstələnərkən həmən ona antibiotik təyin olunması və hətta həkim tərəfindən təyin olunmadan aptekdən özlərinin alıb verməsi. Təsəvvür edirsiniz bu nə deməkdir? Yəni formalaşmaqda olan, bərkiməkdə olan bir orqana, yəni mikrofloraya konkret olaraq dağıdıcı bir təsir göstərmək. Antibiotik biz bilirik ki, anti-həyat deməkdir. Bağırsağımızda mövcud olan mikroflora nə üçün lazımdır? Orada xeyirli bakteriyalar var. Yəni faydalı bakteriyalar var. Həmin bu bakteriyalar orqanizmə daxil olan toksinlər istəyir qida vasitəsilə, istəyir hava vasitəsilə, su vasitəsilə fərq etmir. Hər bir halda orqanizmə daxil olan ziyanlı bakteriyaları, mikrobları, infeksiyaları, müxtəlif göbələkləri məhv edib orqanizmdən uzaqlaşdırmaq üçündür. Və biz öz əlimizlə öz mikrofloramızı korlamış oluruq. Nəyin sayəsində? Kimyəvi dərmanların, xüsusilə antibiotiklərin və ən böyük problem burada yaranır. Və böyüdükcə artıq bağırsaqlarda gedən bu prosesləri bir çoxları yəni mən özüm də Sibirsk Zdarovyaya gələnə qədər müəyyən mənada bilirdim ki, antibiotik təyin etmək olmaz. Amma bura gələndən sonra, maarifləndirici təlimlərdə olandan sonra liderlərimizdən onların öz liderlərindən öyrəndiklərini və şirkətin alimlərinin, şirkətin mütəxəssislərinin keçdiyi təlimlər əsasında biz öyrəndik ki, bu heç də belə deyil. Yəni birbaşa antibiotikə müraciət etmədən biz immunitetimizi qaldırmaqla, xüsusilə bağırsağımızın qeydinə qalmaqla gələcəkdə nəinki antibiotiklərə, ümumiyyətlə kimyəvi dərmanlara asıllığımız olmaya bilər. Yəni biz onlardan mədət ummayaq. Yalnız təbii vasitələrə üst tutaq ki, belə təbii vasitələrdə şükürlər olsun ki, boldur, məhsullarımız çoxdur və bu məhsulların sayəsində biz immunitetimizi qoruya bilirik. Ümumiyyətlə, ümid edirəm ki, mədə-bağırsaq traktı haqqında, bağırsağın işləmə funksiyası, nə cür formalaşması haqqında müəyyən bir fikir formalaşdı sizdə. İndi bu mədə-bağırsaq problemlərinin nədən qaynaqlandığını azdan çoxdan bilirik. Qidalanmağımız, indiki zamanda ətraf mühitin çirklənməsi, müxtəlif qazların havada panik effekti yaratması, azot qatının deşilməsi və ultrabənövşəyi şüaların birbaşa yer Çox üzr istəyirəm, internetlə bağlı problem oldu. Ümid edirəm məni eşidirsiniz. Aha. Demək, bağırsaq haqqında belə bir məlumat verdim və indi son dövrlərdə, müasir dövrdə bir çoxlarının və çoxları bilir ki, mənim də Sibirsk Zdarovyada mütəxəssis kimi, belə deyək, formalaşmağımda bir neçə səbəb var idi ki, onlardan biri də mənim dəri problemim idi. Və illərlə xroniki bağırsaq problemləri ilə əziyyət çəkən bir adam kimi üzdəki səpkilərlə bağlı mənim çox gözəl nəticələrim var və
əvvəldən tanıyanlar bilirlər ki, üzümdəki problemləri mən hansı qaydada, yəni belə deyək də, hansı formadan hansı nəticə almışam. İndi bir çoxlarına belə bir biz deyəndə belə bir etiraz yaranır. Əşi, bağırsağın üzdəki səpkiyə nə dəxli? Çox böyük dəxli var. Çünki bağırsaq bizim adətən bağırsaq üçün belə bir formula kimi mən bir neçə məqalədə oxumuşam ki, bağırsaq bərabərdir immunitet, üstəgəl detoks, bir də üstəgəl mikroflora. Belə bir kontekstdə bir məqalə oxumuşdum. Düzü yadımda qalmayıb, çoxdan oxumuşdum. Və bu düstura baxanda biz artıq nədən söhbət getdiyini anlaya bilirik. Təsəvvür edin ki, bizim bağırsağımız bizim həm mikrofloramızdır, həm bizim toksinlərimizi yerbəyer eləyən, yəni orqanizmdən kənarlaşdıran bir yerdir, həm də immunitetimizin formalaşdığı bir yerdir. İndi gəlin bağırsaqdakı gedən proseslərin dəriyə nə cür təsir etdiyini baxaq. Bağırsaqda gedən proseslər öz başına tək bağırsağın problemi olmur. Məsəl üçün, hər hansı bir toksinlər varsa, hər hansı bir kimyəvi dərmanların müdaxiləsi varsa və yaxud da ki, bağırsaqda gedən hər hansı bir problemlər, ümumi problemlər birinci növbədə nəyi yaradır? Bağırsağın divarında müəyyən yaralar, müəyyən problemlər yaradır ki, bu artıq immunitetə bir siqnal olur. İmmunitet artıq orada iltihabi proses yaradır və başlayır özü-özünə bir növ hücum çəkməyə. Çünki immunitetin beyni yoxdur. Hər hansı bir problem olursa artıq immunitet həmin yerdə başlayır iş görməyə. Və bu iltihabi proses baş verdiyinə görə, yəni bağırsağımızda o proses pozulduğuna görə güc düşür hara? Qaraciyərə. Artıq qaraciyər dolmağa başlayır. Çünki onsuz da qaraciyər biz bilirik ki, insan yatanda belə qaraciyər işləyir. Yəni qaraciyər dayanmadan işləyən bir orqandır. Təsəvvür edin ki, bağırsaqda problem var və proses pozulub. Qaraciyər iki qat, bəlkə də deyərdim bir neçə qatının başlayır işləməyə. Və bu zaman nə olur? Bağırsağın funksiyasını, qoruyucu funksiyasını dəri götürür öz üzərinə. Təsəvvür edirsiniz, həmin o problemlər artıq başlayır dəridə özünü göstərməyə. Bu siqnallar müxtəlif səpkilərlə ola bilər, qırmızı ləkələrlə ola bilər, müxtəlif dəri xəstəliklərlə özünü göstərə bilər. Bu artıq orqanizmin insana verdiyi siqnal kimi bilinməlidir. Bilinməlidir ki, bu adamın bağırsağında mikroflora çatışmazlığı ola bilər, toksinlərdə problem ola bilər, müxtəlif xora xəstəlikləri ola bilər, vitamin, mineral çatışmazlığı ola bilər, qidalanma ilə bağlı problem ola bilər. İnanın, sadalasaq, çoxdur xəstəliklər. Gluten problemi ola bilər. Məsələn, bəzi bağırsaqlar var ki, glutenə qarşı çox həssasdırlar və onların qəbulu ilə artıq bağırsaqda problemlər yaranır və qaraciyər yüklənir. Bundan da səpkilər yaranır. Xüsusilə də bu Dəmirov tipli xəstəliklər, yəqin ki, müraciət edənlərimiz çoxdur. Biz bilirik ki, birbaşa qaraciyərə müdaxilə eləmək lazımdır. Birbaşa mədə bağırsağı təmizləmək lazımdır. Yəni, burada tək mədə bağırsaq getmir. Biz bayaq da vurğuladım, mən ardıcılığı vurğuladım. Qaraciyərin tək fikirləşmək olmaz. Burada var mədə altı vəz. Biz bilirik ki, mədə altı vəz saat kimi işləyən bir orqandır. Təsəvvür edin ki, hər hansı bir problem saatın əksi tərəfinə işləməsi artıq mədə-altı vəzdə problemi yaradır və mədə-altı vəzdə problem yaranırsa, təsəvvür edin ki, bütün problemlər, xüsusilə xanımlarda, baxın, mastopatiyadır, müəyyən şiş xəstəlikləridir, ümumi həm qadınlarda, həm kişilərdə diabet problemidir. Fikir verirsinizsə, son dövrlərdə ikincili şəkər daha çox yayılıb, insulin dirənci daha çox yayılıb. Hamısı, bütün bunlar insanların öz orqanizminə qulluq etməməsi ilə başa gəlir. Yəni, onun sayəsində olur. Əvvəllər bu qədər çeşidli yeməklər yox idi, bu qədər konservantlı yeməklər yox idi, genetik modifikasiya uğramış meyvə tərəvəzlər qidalanmırdı. Ən əsası broiler toyuqları yox idi. Ona görə də insanlar daha sağlam idi. Yemək çeşidləri az idi, amma insanlar sağlam idi. İndi yemək çeşidləri çoxdur və lazımsız çeşidlər çoxdur və insanlar xəstədir.
Bir insana izah eləyəndə ki, sənin dərindəki səpki sənin orqanizmdə gedən proseslə bağlıdır. Bir balaca düzdür, son dövrlərdə bunu mən o qədər də rastlaşmıram belə problemlə. Deyən kimi razılaşırlar. Çünki istər-istəməz insanlarda da artıq maarifləndirici fikirlərlə insanlar artıq təbiiliyə qaçan insanlar xüsusilə çoxalıb mənim gördüyüm qədərilə. Onlara izah etmək olur ki, dəri problemi varsa mütləq şəkildə daxili müraciət etmək lazımdır. Və bu müxtəlif xəstəliklər var. Allergik səpkilər ola bilər, sızanaq formasında özünü göstərə bilər. Müxtəlif tip səpkilər bizə ona əsas verir ki, birbaşa dəriyə müdaxilə ediriksə, bir növ bu diskomfort hissini aradan götürmək üçündür. Məsəl üçün, cavan uşaqdır, üzündə səpki yaranıb və biz ona əgər hər hansısa bir üzünü yuma vasitələri, müəyyən balzamlar, kremlər məsləhət görürüksə, bu üzdən müdaxilədir. Amma biz unutmamalıyıq ki, bunun altda yatan səbəbi var və bunu ona bu formada, onun başa düşəcəyi bir formada izah etməliyik ki, əgər biz mənbəyə gəlib çatmasaq, bir müddətdən sonra sənin etdiyin müalicə onsuz da xeyirsiz olacaq və bu zaman insanlarda həm bizim məhsullara, həm də bizə şübhə yaranır. Ona görə də hər zaman müraciət edənlərə biz həmişə məsləhət görürük ki, kökündən başlayın. Çünki bir müddətdən sonra nəticə görməyəndə onsuz da o bilmir. Yəni müraciət edən adam biz hardayıq, hansı məhsullarımızı biz tanıyırıq. Məhsulların hansı prinsiplə işlədiyini biz çox gözəl bilirik. Həmin adam bilmir. Ona görə də bir çoxları olub ki, müraciət ediblər. Məsələn, mən məsləhət görmüşəm ki, daxili təmizliyi eləsin, ondan sonra üzünə səpkilərlə məşğul olsun, etiraz ediblər və mən o insanlardan işləməmişəm. İmtina eləmişəm, çünki bilirəm ki, bir müddətdən sonra o insanlar onsuz da ya qayıdıb gələcəklər, amma yarımçıq müalicə versə, mən artıq o insanı korlamış olacağım və bizim məhsullar haqqında, şirkətimiz haqqında mənfi fikirlər formalaşdıracağıq. Ona görə də mən eləmirəm onu. Heyfslər olsun ki, bir çoxları var, müraciət edənlər də olur, biz bilirik. İndi gəlin bu mədə-bağırsaq məsələsində nədən başlaya bilərik? Bunu bir yığcam formada mən izah eləyim. Təlimlərimizdə də rəhbərlərimizin bizə fərdi təlimlər olsun, ümumi təlimlər olsun, biz öyrənmişik, bilirik, məhsullarımızı tanıyırıq və biz bilirik ki, bizim şirkətin məhsulları ilə birinci mərhələ hansıdır? Təmizlik. Və bu təmizlik bayaq vurğuladığım məsələlərlə bağlı. Daxili təmizlik olmadan heç bir problemi həll edə bilmərik. O cümlədən də dəri problemlərini. Ona görə də daxili təmizliyə birinci növbədə fikir vermək lazımdır. Və daxili təmizliklərimizi biz adətən sorbentlərlə, çaylarımızla və EPAM seriyasından olan damcılarla məsləhət görürük. Bəzən olur, müraciət edəndə deyir ki, məsəl üçün, antiparazitar proqram təyin etməliyik. Çünki biz bilirik ki, bağırsağın birinci növbədə xəstəliyi, yəni birinci növbədə bağırsaqda problem yaradan, ümumiyyətlə insanın həyatını korlayan birinci məsələ sırf parazitlərdir. Parazit deyəndə çoxları soxulcan kimi qurtları nəzərdə tuturlar. Amma bir məsələni vurğulayım ki, ümumiyyətlə parazit deyildikdə bura daxildir müxtəlif tipli qurtlar, gözlə görünən, mikroskop altında görünən, ümumiyyətlə göbələklər, müxtəlif tip göbələklər, viruslar, infeksiyalar, elm aləmindən bəlli olan, olmayan o qədər sayda viruslar, mikroblar var ki, hətta indiki dövrdə həkimlər özləri belə bir çoxlara etiraf edirlər ki, biz indiki xəstəliklərin etiologiyasını bilmirik. Yəni təsəvvür edin ki, əvvəllər bir dənə qrip virusuna və yaxud da ki, hər hansı bir virusla mübarizə aparırdılarsa, İndi təsəvvür edin ki, bir neçə növ qrip virusu dəyişikliyə uğrayıb və müəyyən bir xəstəlik ortalığa çıxarıb. Ona görə də bir neçə xəstəliyin simptomları görünür insanlarda. Fikir vermişsinizsə, bu son dövrlərdə insanlar xəstələnəndə bilmirlər ki, soyuq dəymədir, virus infeksiyadır və yaxud da nə ilə bağlıdır bilmirlər. Ona görə də birinci növbədə məhz elə həmin insanlara da, bağırsaqdan əziyyət çəkən insanlara, ümumiyyətlə səpkisi olan insanlara birinci növbədə mədə-bağırsaq traktını təmizləmək üçün məhsullar veririk. Bir çoxları çox rastlaşmısınız. Biz deyəndə ki, bağırsaq təmizliyi deyir, hə, klizma lazımdır.
Amma biz başa salmalıyıq ki, mən bayaq dediyim kimi, mədə-bağırsaq traktı hardan başlayır? Ağızdan. Ağız boşluğundan. Və biz məhsullarımızı ağızdan qəbul etdiyimizə görə bizim bütün mədə-bağırsaq sistemimiz təmizlənmiş olur. Yəni mədə-bağırsaq traktına biz artıq müdaxilə etmiş oluruq. Onu bir növ sağaltmış oluruq. Və bağırsağın işi necədir? Biz bilirik ki, bağırsağın daxili çox qəliz formadadır. Xüsusi tükcüklər var ki, onlar toksikli maddələri özünə yapışdırıb saxlayır və onları nəcis formasında düzəldib orqanizmdən kənarlaşdırır. Və qəbizlik xəstəliyidir, müxtəlif belə deyək, bağırsaq xəstəliklərində nə olur? Həmin bu tükcüklər o qədər yığılır qalır və bədəndən xaric olunmur ki, artıq onlar zəhəri bədənə soğurmuş olurlar. Təsəvvür edin ki, orqanizmdən çıxması lazım olan maddələr birbaşa soğurulur qana. Və bu da bayaq dediyimiz kimi gətirir, çıxarır dəri səpkilərinə. Çünki dəri bağırsaq yaxşı işləməyəndə, yenə təkrar edirəm, qaraciyər yaxşı işləməyəndə artıq qoruyuculuq funksiyasını dəri öz üzərinə götürür. Yəni görün bizim orqanizmimiz nə qədər mükəmməl bir formada hazırlanıb. Bunu hər hansı bir yəni heç kəs belə bir orqanizm, belə bir sistem düzəldə bilməz. Allahın verdiyi bir lütfdür insana ki, belə bir mürəkkəb bir orqanizmimiz var, belə bir sistemimiz var və sistem özünü təmin edir. Artıq dəridəki səpkilər, bir çox insanlar var ki, sizi inandırım ki, elə böyük adamlar, yaşlı adamlar var ki, onlarla biz danışanda, onların qəbiz olduğunu biz onlara deyəndə, onlar başa düşmürlər onu. 3 gündən bir gündən bir bağırsağın boşalmasını normal başa düşürlər bunlar. İndi qalmış ki, biz uşaqlardan onu soruşaq. Uşaqlar əgər böyük bunu bilmirsə, uşaqlar əlbəttə ki, buna cavab verə bilməyəcəklər. Və onlar başa düşmürlər ki, bu proses artıq onlarda müəyyən xəstəliklərin əsasını qoyur. Ona görə də belə məsələlərdə diqqətli yanaşmalıyıq. Bizə müraciət edən insanlara, ətrafımızda olan insanlara həmişə maarifləndirici məlumatları ötürməliyik ki, insanlar sağlam olsunlar. Bu proseslərə necə edə bilərik? Təmizlik mərhələsi bir çoxlarımız bilirik, yeni gələnlər üçün biraz belə məlumat verim ki, birinci təmizliyə başlayanda mütləq şəkildə sorbentlərlə başlayırıq. Niyə görə? Çünki orqanizmə birdən birə müdaxilə, onsuz da sistemi pozulmuş orqanizm, bir tərəfdən də biz ona güclü şəkildə müdaxilə ediriksə, bu orqanizmdə müəyyən çaşqınlıq əmələ gətirə bilər. Bir çoxları çox olub ki, deyilənlərə riayət eləməyiblər, müxtəlif belə narahatlıqla üzləşiblər. Niyə görə? Çünki orqanizmi birinci hazırlamaq lazımdır və orqanizmi öyrəşdirmək lazımdır. Xüsusilə də bağırsaq həssas orqandır. Onun mikroflorasına diqqətlə yanaşmaq lazımdır. Buna görə biz birinci sorbentlərdən başlayırıq. Mənim əlimdə olan, yəni evdə həmişə istifadə elədiyimiz Purolife, bir çoxları bilir ki, bu mənim ən sevimli məhsullarımdandır. Sevinç xanımda göstərir, Sevinç xanımda da var. Sonra Peak. İndi biraz məlumat verim. Mən keçən təlimdə danışmışdım. İstəyirəm bu təlimdə də gəlməyənlər üçün böyük bir məlumat verim. Bizim prebiotikimiz və bunlarla yanaşı EPAM 4, EPAM 11-im bitib göstərə bilmirəm sizə. Bunları bir müddət istifadə edirik. İndi hər problemə uyğun proqramlar onsuz da rəhbərlər tərəfindən təyin olunur. Mən ümumilikdə o məhsulların işləmə prinsipini və bağırsağa necə yaxşılaşdırıcı təsir göstərə bilərik təbii formada onu izah edirəm. Demək, bu məhsullarımız orqanizmin mədə-bağırsağın birbaşa mikroflorasına təsir edir. Yəni, orada olan toksinləri, parazitləri, müxtəlif lazımsız maddələri birləşdirir və orqanizmdən çıxarır və ona sağaldıcı təsir göstərir. Bundan sonra, bu sorbentlərdən sonra biz problemin dərəcəsindən asılı olaraq trigelmə keçə bilərik. Baxın, bizim evdə həmişə olan məhsuldur. Hətta uşaqlar içiblər, necə çaşıblarsa götürüb qoyublar içinə bunu. Bayaq soruşuram, fikir verməmişik. Bu onun üçüncü mərhələsi. Bir çoxlarımız bilirik ki, trigelin 3
prinsipdə işləyir. Əvvəlcə orqanizmi hazırlayır, e, parazitlərə hücuma keçməyi orqanizmi hazırlayır. İkinci mərhələdə, yəni yaşıl kapsullarda başlayanda artıq parazitləri orqanizmdən qovmağa çalışır. Biz bilirik ki, bizim məhsullarımız intellektual məhsullardır. Bu sözün izahını verim. Nə mənada intellektual məhsullardır? Əgər kimyəvi dərmanlar parazitləri orqanizmdə öldürürsə və sonradan müəyyən mənada klizma ilə qarnın boşalmasını məsləhət görürlərsə, müəyyən mənada parazitlər bədəndən təmizlənir və müəyyən mənada orqanizmin, bağırsağın hissələrində ölüb qalan parazitlər bir müddətdən sonra biz bilirik ki, kənarda bir heyvan öləndə, bir qurt-quş öləndə fikir vermirsinizsə, bir müddətdən sonra başlayır qurt basmağa onu. Təsəvvür edin ki, orqanizmdə ölən qurt da bir canlıdır da, bir canlı varlıqdır. Həmin proses onun da tərkibində gedir və ondan sonra daha başqa qurtlar yaranmağa başlayır. Amma bizim məhsulumuz nəyə görə intellektual sayılır? Orqanizmə daxil olur, parazitin beyninə təsir eləyir, onu iflic eləyir və orqanizmdən kənara atır. Orqanizmdə öldürmür onu. Və ondan sonra trigelmin həmin bu üçüncü mərhələsi probiotik, prebiotiklərlə birazdan izah edəcəm. Həmin o yaraları, yəni parazitlərin orqanizmə vurduğu ziyanı, mikro, makro yaralar yaranır ki, onları başlayır sağaltmağa. Bundan sonra biz artıq, əgər mədə bağırsağı təmizləmişiksə, artıq hüceyrə səviyyəsində təmizliyə keçə bilərik. Hüceyrə səviyyəsində təmizliyə hər məhsul qadir deyil. Bu bizim, bəli, Sevinç xanım da oradan göstərir, istokistatı və bizim evin sevimli məhsulu. Bütün ailə üzvlərimiz bundan istifadə edir. Çünki mükəmməl bir məhsuldur. Bir sıra problemlər var ki, buket idi də, bizim evdə buket xəstəliklər var idi. Bir adamda bir neçə problem. Hamısını bu məhsulların sayəsində yoluna qoymuşuq. Şükürlər olsun. Hüceyrə səviyyəsində təsir edən bu məhsulumuz, istokistatı, o zaman təsir edir ki, mədə-bağırsaq təmizdir və məhsul hüceyrəyə daxil ola bilir. Çünki təbii formadadır, təbiətdən təbiiyə gəldiyinə görə bədən onu özünkü kimi qəbul edir və hüceyrənin daxilinə keçməyinə icazə verir. Halbuki kimyəvi dərmanların heç biri orqanizmdə hüceyrə daxilinə keçə bilmir, mümkün deyil. Amma bizim məhsulumuz bunu edir. Və hüceyrənin daxilində də olan o toksik maddələri də təmizləmək lazımdır. Biz mədə-bağırsağı təmizlədik, bəli, o problemləri aradan qaldırdıq. Amma hüceyrə səviyyəsində gedən prosesləri müdaxilə üçün daha növbəti mərhələləri təyin eləməliyik. Əslində, yəni tək bunlarla biz məhdudlaşmırıq. Bizim çaylarımız var. Məsəl üçün, xanımların sevimli çayı turbo çayı. Həm təmizləyir, həm artıq suyu bədəndən çıxarır, müxtəlif ödemləri və bağırsaqda olan toksinləri çox rahatlıqla orqanizmdən uzaqlaşdırır. Nömrə 6 çayımız öd yolları, qaraciyər, mədə-altı vəz, burada olan toksik maddələri və toksik maddələri təmizləyir, müxtəlif əyrəksiklikləri düzəldir. Və qaraciyərin işini stimullaşdırdığına görə, çünki bayaq da vurğuladığım kimi qaraciyərimiz ən çox işlənən orqanımızdır. Ona görə də daima nömrə 6 çayımız, xüsusilə də müxtəlif şəhərlərdə biz artıq demək olar ki, megapolisdə yaşayırıq. Yəni iri şəhərlər artıq demək olar ki, bir-birinin yanındadır. Bütün bunlar da nə səbəb olur? Ekologiyanın çirklənməsinə. Çünki müxtəlif zavodlar, fabriklər, maşınlar havaya lazımsız qazlar ötürür və bunlar da hava vasitəsindən təmizlənmədiyinə görə yenidən yer üzərinə, yəni bizim yaşayış yerimizə daxil olur. Ona görə də yazıcısı keçən təlimdə Elxan əmi gözəl bir müdaxilə elədi. Dedi ki, hal-hazırda insanlarda, ümumiyyətlə havada gedən o radioaktiv şüalanma, həmin o proses insanlarda problem yaradır və ona görə də
həmişə məsləhət görürdük, indi ümumiyyətlə məsləhət görürük ki, Navami mütləq şəkildə böyüklü kiçikli hamı tərəfindən qəbul olunsun. Əgər siz mədə-bağırsaq mikrofloranızın yaxşı olmasını istəyirsinizsə, mədə-bağırsaq traktınızın yaxşı olmağını istəyirsinizsə, immunitetinizin möhkəm olmağını istəyirsinizsə, mütləq şəkildə Navamin hər zaman əlinizin altında olsun. Əvvəl 1-1 deyirdiksə, indi mütləq şəkildə 2-4 arası kapsul içilsin. Uşaqlara 2, böyüklərsə 4 dənə qəbul etsinlər. Çünki bu məhsulları qəbul edəndə biz xəstəliklərə də məruz qalmırıq. Lazımsız kimyəvi dərmanlardan da uzaq gəzirik. Düzdür, biz kimyəvi dərmanların təsirini tamamilə imtina edə bilmərik. Necə imtina edə bilmərik? Xüsusi hallarda adını çəkmək istəmədiyim xəstəliklər var ki, onların müalicəsində əgər insan artıq o xəstəliyə düçar olubsa, biz ona deyə bilmərik ki, yox, həkimin təyin etdiyi müalicəni eləmə. Bu çox səhv bir fikir olar. Müəyyən mənada, müəyyən stadiyalar var ki, orada artıq biz kimyəvi dərmanların belə deyək də yoxluğunu təsəvvür edə bilmərik. Amma müəyyən xəstəliklərdə, bütün xəstəliklərə aid deyil. Əgər mənim bugün bir balaca qızdırmam varsa, bir balaca halım yoxsa, sümüklərim ağrır, əzginliyim varsa, qaçım tez antibiotik qəbul edeyim. Bax, bu səhv fikirdir əslində. Digər xəstəliklər var ki, biz onlara müdaxilə edə bilmərik. Düzdür, bizim də məhsullarımız var ki, o formada o xəstəliklərdən əziyyət çəkən insanlara təsir edir və onların ömürlərinin uzanmasına, əhval-ruhiyyələrinin yaxşı olmasına, enerjilərinin bütöv olması üçün bəli, bizim məhsullara ehtiyac var. Amma yenə də vurğulayıram, müəyyən mənada fikrimiz səhv anlaşılmasın. Bizim yəni nə həkimlərə, savadlı həkimlərimiz çoxdur və biz sırf həkimlərin müayinəsinə getdikdən sonra bilirik ki, bizdə nə var, nə yox və biz özümüz başlayırıq məhsullarımızı savadlı şəkildə qəbul etməyə. Amma mümkün qədər kimyəvi dərmanlardan uzaq durmağı məsləhət görürük. Əgər sağlam insandırsa, biz ona izah eləməliyik ki, sağlamlığının qeydinə belə qalsın. Xəstələnən insandırsa, müəyyən etaplar keçməlidir, müəyyən mərhələlər keçməlidir. Çünki insan o xəstəliyi bir günə gəlməyib. Bir müddətə gəldiyinə görə siz təsəvvür edin ki, əgər xroniki qəbizlikdən əziyyət çəkən insana biz bir dənə məhsulla müdaxilə edə bilərikmi? Xeyr. Çünki bir ilə gəlib çıxmır. Xroniki qəbizlik bir günə, bir aya formalaşan xəstəlik deyil. Bu illərlə, müddətlə olan proses olduğuna görə onun geri dönüşü də eynən o formada olmalıdır. Yadınızdadırsa, bir dəfə Uma xanım təlimdə qəşəng bir sxem çəkmişdi. Xroniki xəstəlik, halsızlıq və sağlamlıq. İnsan necə olur? Sağlam olur, biraz narahatlıq olur, sonra keçir xəstəliyə, ondan sonra keçir xroniki xəstəliyə. Və xroniki xəstəlikdən biz sağlamlığa qayıtmaq üçün həmin periodları bir-bir geri dönməliyik. Ona görə də bunu hər zaman yadımızda saxlamalı və insanlara bu formada izah eləməliyik. İnsana desən ki, sənin xroniki xəstəliyin var, mən səni müalicə edəcəm, bu absurd fikir ola bilər. Onu izah eləmək lazımdır. Prinsipi başa salmaq lazımdır. Əgər biz onu bu formada izah eləsək, mən sizi inandırıram ki, o insanlar həm güvən yaranır, həm də insanlarda məhsullarımıza qarşı bir sevgi yaranır və daima məhsullardan istifadə etmək istəyirlər ki, bizim də məqsədimiz odur ki, insanları maarifləndirək ki, bu məhsullardan geniş formada istifadə eləsinlər. İndi mən bir məsələni vurğulamaq istəyirəm. Son təlimimizdə prebiotik, probiotiklə bağlı mən bir mövzu danışdım və mənə gələn geri dönüşlərlə bağlı belə bir məndə fikir formalaşdı ki, demək ki, bu məsələni elə çoxları bilmir. Ki, probiotik nədir, prebiotik nədir, hansı formalarda bu lazımdır, nə vaxt lazımdır, bunları bir çoxları bilmir. Və alada vurğuladığımız kimi bizim bağırsağımız mikrofloradan ibarətdir. Yəni burada faydalı bakteriyalar, zərərli bakteriyalar var. Bizim sağlamlığımıza cavabdeh olan, immunitetimizi formalaşdıran həmin faydalı bakteriyalardır. Baxmayaraq ki, bakteriya deyirik də onlara. Çox adam bakteriyadan da qorxur, mənfi mənada başa düşür, amma müəyyən proseslərin getməsi üçün, yəni parçalama prosesinin sürətli getməsi üçün həmin o bakteriyalara ehtiyac var. Və bağırsaq ən çox nə zaman xəstələnir? Həmin bu mikrofloranın zəifləməsi nəticəsində. Mikrofloranı necə bərpa etmək olar? Bəlli məsələ, nədən pozulur? Biz bayaqlara izah elədik və onu necə bərpa edə bilərik? Bizim elbifid məhsulu var ki, bu canlı bakteriyalar toplumudur, kompleksidir.
Demək, bu məhsulumuz probiotikdir. Probiotik həmin o mikrofloranı formalaşdıran bakteriyalardır. Xeyirli bakteriyalardır. Və bir də var prebiotik. Prebiotik isə probiotikin qidasıdır. O da bizim, baxın, pik məhsulumuzdur. Bəzən olur, mənə də tez-tez müraciət edirlər ki, mən uzun müddət kimyəvi dərman qəbul eləmişəm və yaxud da ki, antibiotik qəbul eləmişəm. Bilirəm ki, mənə prebiotik və prebiotik lazımdır. İzah edirəm ki, əgər sən probiotiki orada təmin etməsən, bu orada nə iş görəcək? Ona görə də həmişə birinci növbədə əgər müalicə yazırıqsa, düzdür, biz piklə başlayırıq. Çünki müəyyən mənada onun tərkibindəki inulin həm mikrofloranı qidalandırır, həm də ki, oradakı toksiki maddələri, xüsusilə də lambilə qurtunu 70-80%-ə qədər təmizləmə gücünə malikdir. Və məhz bu xüsusiyyətinə görə biz onu birincidən təyin edirik. Amma biz həmişə vurğulayırıq ki, əgər pikə başlamısınızsa qəbul etməyi, ən azı 3-4 ay dalbadal için. Yəni, bitdi, təzədən bitdi, yenidən başlayın. Niyə görə? Həmin o mikrofloranı bərpa etmək də çox çətin başa gəlir. Təsəvvür edin ki, əgər siz bir gün antibiotik qəbul eləmişsinizsə, bir ay probiotik və prebiotik qəbul etməlisiniz. Görün, bu indi 3-5 gün yazılar da adətən. 3-5 gün antibiotik qəbul edən insan nə etməlidir? Üzündə, dərisində problemlər yaşayan insan bilməlidir ki, o bağırsağının problemini həll eləməsə, bağırsağının mikroflorasını düzəltməsə, onun üzündəki səpkilər elə olduğu kimi qalacaq. Hətta dəri elə bir orqandır ki, onun, mən həmişə deyirəm, dərinin elə bir yaddaşı var. Həqiqətən yaddaşı var, saxlayır onu. Daxildən təmizliyi getmədən, bağırsaq mikroflorası həmin bu prebiotiklərlə bərpa olunmazsa, dəridəki problemlər sağalmadıqca artıq dəridə yerini alır. Və dəri də artıq bir növ rutinə öyrəşmiş kimi olur. Əgər biz ona həm daxildən, həm xaricdən müdaxilə etməliyiksə, dəri problemləri başalıb gedir. Və mən həmişə deyirəm ki, heç bir problem öz-özünə həll olunmur. Xüsusilə də mədə-bağırsaq sistemi ilə bağlı qaynaqlanan bu səpkilər. Heç bir vəclə bunlar öz-özünə sağalmır. Ona görə də hər zaman ətrafınızda olan insanlara, xüsusilə yeniyetmə yaşında olan uşaqlarımıza bir söz var. Yaş dövrüdür keçəcək, yaş dövrüdür keçəcək. Xeyr, əzizlərim, elə deyil. O qaldı keçmişdə. O prinsip qaldı keçmişdə. Artıq elə deyil. Əgər uşağın 13 yaşında inkişafda olan bir uşaqda siz üzündə səpki, dəri altı olsun, dəri üzərindən olsun, irinli olsun və yaxud da baxırsınız ki, komedon kimi deyən daşmış bir formada heç bir başlığı, bir ucu falan yoxdursa, yenə də bilin ki, mədə-bağırsaq məsələsidir. Dəri ilə bağlı heç bir problem yoxdur. Dəri normada bizim orqanizmimizi ətraf mühitin təsirlərindən qorumaq üçündür. Dəri səpkili, sızanaqlı gəzmək üçün deyil. Ola bütün bu sızanaqlar, bu problemlər birbaşa mədə-bağırsaqla bağlıdır. Yəni, onu həll etmək lazımdır, ona çalışmaq lazımdır. Biz ona görə bu iki mövzunu, rəhbərlərimiz belə məsləhət gördülər ki, iki mövzunu birləşdirək. Çünki bunlar bir-birindən ayrı mövzular deyil, birlikdə olan mövzulardır. Əgər biz bugün insanlara bağırsağını sağlam saxlamaq, bağırsaq quruluşunu onlara izah etsək ki, hardan başlayır, hardan bitir və niyə görə sənə məhz bu məhsullar kömək eləyir, bunları izah eləsək, onlar artıq dərilərinin də qeydinə qalmış olacaqlar. Çünki bu böyük problemdir. Hal-hazırda, müasir dövrdə bir çoxlarının problemidir. Siz yolda gedəndə xüsusilə fikir verirəm ki, həqiqətən, yəni vaxtı ikən mənim də başıma gəlib. Üzümdə olan səpkilər, olan yaralar yaş dövrüdür keçəcək. Yeniyetməlik çağıdır keçəcək. Halbuki yeniyetməlik çağında olmayıb. Universitetin birinci kursundan başlayıb üzümdəki problemlər. Niyə görə? Çünki hazırlıq dövründə normal qidalanmama, stres bir tərəfdən, bütün bunlar bağırsaqda problem yaradır. Baxın, həmişə biz vurğulayırıq ki, bütün xəstəliklərin əsası stressdir. Bağırsağa birinci təsir edən, mən onları mövzu çox dərindir deyə qısa konkret sala bilmədim. Bağırsağa təsir edən amillər var. Bunlardan qidalanmanı başa saldım, mühitimizi başa saldım, izah elədim. Ən böyüyü də stressdir. Son dövrlərin stresi. Yəni biz bilirik ki, evdə, bayırda, işdə,
insanlarla münasibətdə, insanlarla danışmaqda, marketdə e, hə, belə deyək də, səhər açılandan axşama kimi bir stres yaşayırıq. Və bu stresin birinci təsir elədiyi haradır? Mədə bağırsaq. Mədə bağırsaq xəstəliklərinin böyük əksəriyyəti stresslə bağlı olur. Və siz fikir verirsiniz, mən orada vurğuladım. Artıq 3 yaşından uşaqlara belə bağırsaq problemlərinə stres təsir edir. Ona görə də stressdən uzaq durmağı məsləhət görürəm sizlərə. Ən sevimli stres məhsulumuz maqni. Maqni vaxtında qəbul eləyin. Bu təkcə antistres deyil, həm də bilirik ki, mədə-bağırsaq traktına təsir eləyən və bağırsağın işini stimullaşdıran bir mineraldır. Xüsusilə də biz bilirik ki, bizim bağırsağımızda mineralların, vitaminlərin 70-80%-nin sorulması baş verir. Və onların sorulmasından əlavə orada həmin vitamin mineral balansı olmalıdır. O balans olmayanda da mədə-bağırsaq problemi yaranır. Səpkilərin birinci yaranma səbəbi sınkın çatışmazlığı. İnanın ki, mövzu o qədər dərindir ki, inşallah növbəti təlimlərdə bağırsağa, mədəyə təsir edən amillər, mənfi, müsbət amillər, bunları bir mövzu kimi deyərik. Mən indi bugün çalışdım ki, mədə-bağırsaq traktı haqqında insanlarda bir fikir yaradım. Əvvəldən olanlar mütəxəssislərimiz görürəm, onlar bilirlər. Yeni gələnlər üçün bir maarifləndirici bir təlim olsun ki, qarşısındakı insana bu məhsulu niyə görə içməlidir? Bax, o sualı ona hər tərəfli izah edə bilsin ki, insan həqiqətən məhsullarımızı qəbul eləsin. Çünki biz bu məhsulları içmişik. Biz ən azından özümüzü tanıyırıq və özümüz öz sağlamlığımızın qeydinə qalırıq. Amma insanlara bunu aşılamaq lazımdır. Çünki bilmirlər və uçuruma doğru gedirlər. Çünki yenə də deyirəm, son dövrün qidaları, havanın çirkliyi bizi belə danışmağa vadar edir. Xüsusilə də məni, çünki özüm də üzr istəyirəm böylədə, özüm də 2 evlad anasıyam və onların gələcəyinin hara getdiyini mən təsəvvür edə bilmirəm. Bu qidalanmanla, bu yeməklərlə nə qədər uşaqlarımızı qorusaq da istər-istəməz qaçıra bilmirik. Mağazaya girirlər, rəngli-rəngli qablaşdırma. Bəzən olur ki, mən böyük adamım, özümün belə tamahım düşür, nəfsimi saxlaya bilmirəm. O ki, qaldı uşaqlara bunu izah edəsən ki, sağlam ol. Amma ən azından belə bir şəraitdə bu məhsullar vasitəsilə biz öz sağlamlığımızın və gələcək nəslimizin qeydinə qala bilərik. Çünki müəyyən mənada biz müəyyən bir yaşa qədər normal qidalanmışıq və normal vəziyyətə gəlib çatmışıq. Amma bizim uşaqlarımız elə bir dövrə çatıb ki, qidalar problemlidir. Ona görə də hər kəsə məhsullarımızın sayəsində sağlam qalmağı arzulayıram. Mədə bağırsağınızın qeydinə qalın, mədə bağırsağınızı öz evladınız kimi sevin. Çünki bizim həyatımız ondan asılıdır. Bizim immunitetimiz ondan asılıdır. Bizim ikinci beynimizdir. Təsəvvür edin ki, insan beyinsiz necə yaşaya bilər? Ona görə də gəlin ətrafımızdakı insanlara bu məsələlərlə bağlı düzgün məlumat verək, düzgün yönləndirək. Onlar da öz sağlamlıqlarının qeydinə qalsınlar. Mənlik bu qədər. Suallarınız varsa buyura bilərsiniz. Burada yazılar var idi. Təlim zamanı fikir verirdim, yazırdılar. Demək, razılaşmalar, hətta dəridə xallarda yaranır. Bəli, bunlar papilloma viruslardır ki, birbaşa mədə-bağırsaqla bağlı olan bir şeylərdir. Elxan müəllim yazıb. Salam, Səbinə xanım. Əleyküm salam. Axşamınız xeyir olsun komanda. Axşamınız xeyir. Səbinə xanım, təşəkkür edirəm dolğun, keyfiyyətli, hazırlanmış Zoom təlimi üçün. Çox sağ olun, sizin sayənizdə. Sənə və təşəkkür edirəm. Aydan xanıma da təşəkkür edirəm. Ciddi problemlərlə məşğul olmağına baxmayaraq, yəqin ki, sənə nəzarət edib, bu cür gözəl bir Zoom hazırlamışsınız bir yerdə. Bəli. Belə Zoomların ardı gəlsin inşallah. Düşünürəm ki, hər bir şəxs üçün faydalı oldu. Belə deyək, hər zaman siz deyirsiniz ki, bizdən öyrənirsiniz. Etiraf edeyim ki, biz də sizlərdən bəzi şeyləri öyrənirik. Necə? Çünki siz daha dərin təhlilə girib, biraz ciddi yanaşaraq daha dərin təhlilə girirsiniz, daha dərin məlumatlar çıxardırsınız ortaya. Təşəkkürlər, çox sağ olun. Uğurlarınız bol olsun. Çox sağ olun. Etimadınızı doğrultduqsa, bu bizim üçün bir xoşdur. Xoş bir hissdir.
Sualı olanlar varsa buyursunlar, mikrofonları açsınlar, bir suallarını etsinlər. Axşamınız xeyir olsun. Səbinə Axşamınız xanım, xeyir. çox sağ olun, var olun. Doğrudan da mən çox zövq aldım bugünkü təlimimizdən. Çox dərin məlumatları belə necə lazımdır, ətraflı bir səbəbdən o biri səbəbini çıxarda, yəni ki, bu doğrudan da vacib bir məlumatlardır ki, biz məsləhətçi olaraq, indi kimin tibbi savadı varsa onu çox gözəl başa düşür. Zaten biz onu keçirik. Amma kimin savadı yoxdursa, amma bu işin içindədir. Biz sağlamlıq üçün məhsullarla işləyirik və əlbəttə ki, bütün xəstəliklərin daha yəni yaranma səbəbini ən azından bilməliyik ki, onun qarşıdakı insana onun necə bu xəstəlikdən qurtulmaq üçün yolunu göstərməliyik. O da bizə inanır, insana gəlir insan şirkətə. Ona görə çox təşəkkürlər, dərin təşəkkürlər bildirirəm. İnşallah axırıncı olsun sizin iştirakı ilə təlimlərimiz. Çox sağ olun. İnşallah. Çox sağ olun Rahila xanım. Mövzu çox böyük idi. Mən çalışdım ki, mümkün qədər siz deyən kimi tibbi terminlərdən istifadə edə bilmərəm. Onların çoxunu heç özüm də bilmirəm. Sadəcə illərlə çoxlar rəhbərlərim də bilirlər ki, illərlə bu dəri problemi ilə, mədə bağırsaqla bağlı əziyyət çəkən bir insan kimi o qədər araşdırmalar aparmışam ki, Sibirsk Zdarovyaya gələndən sonra məhsulların sayəsində, rəhbərlərimizin təlimləri sayəsində mən başladım araşdırmağa, müəyyən şeyləri özümdə artıq qeyd eləyirdim ki, hə, demək bu bununla. Bura qədər mən o qədər də bilmirdim. O qədər də savadım yox idi. Amma nəticələr gördükcə və müəyyən belə deyək, araşdırmalar apardıqca əlbəttə ki, belə bir necə deyirlər, nəticə çıxır ortalığa. Amma qıraqdan baxan elə biləcək siz həkimsiz. Doğrudan da o dərəcədə dəqiqliklə hamısını başa salmısınız. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun. Çox sağ olun. Mövzu ilə bağlı sualları olanlar var. Bəlkə neysə qaçırmışam, oxumamışam. Siz sağ olun. Burada neysə var idi. Mənim bacım uşaqları 3-də oxuyur. Uşaq özünü tanıyana xəstələn kimi antibiotik iynəsi vurdurur. Özdə nə var baxıram, qripdir. Demək, Qızqayət xanım, siz həmin o baldızınıza izah edin ki, uşağa antibiotik vurmaqla, yəni antibiotik verməklə uşağı növbəti böyük xəstəliyə hazırlayır. Çünki antibiotik antihəyat deməkdir. Orqanizmdə olan xeyirli nə varsa, antibiotikin belə deyək də intellektual səviyyəsi yoxdur, yəni beyni yoxdur. Qarşısına nə gəlir, o bilmir ki, bu xeyirlidir, xeyirsiz, hamısını yuyub aparır. Bu formada izah edin ona. Və bağırsaq mikroflorası antibiotik vasitəsilə yuyulub aparıbsa, növbəti dəfə uşaq xəstəliklə qarşılaşanda ondan da betər vəziyyətə düşür. Ona görə də mümkün qədər antibiotikdən imtina etmək lazımdır. Səbinə xanım, üzr istəyirəm, mən burada bir şey izah eləmək istəyirəm ki, əzizlərimiz başa düşsünlər ki, ümumiyyətlə burada biz nəyi nəzərə almalıyıq? Ən çox yayılan xəstəliklər uşaqlarda yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliyidir. Yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliyi qrip tipli xəstəliklərdəndir əsasən, yaygınlaşmış formada. Qripə qarşı ümumiyyətlə antitel yoxdur. Bugünə qədər qripə qarşı antitel hələ icad olunmuyor. Belə bir şey yoxdur. Ona görə də qripə qarşı məsələn insanlara peyvənd eləsinlər, nəsə eləsinlər, belə bir şey yoxdur, aydındır. Ona görə diqqətli olmalıdırlar ki, bu halda ya qızdırma əleyhinə verilən məhsullar olsun, ya yəni dərmanlar olsun və yaxud da ki, həmin o prosesi, iltihab prosesindən aradan qaldırmaq üçün təyin olunan antibiotiklər olsun. Bunlar yalnız və yalnız mənfi təsir göstərirlər. Bunlar heç bir müsbət təsir göstərə bilməz. İmmun sistemi məhv etməklə yanaşı, uşağın gələcəyinə də ciddi mənfi təsirini qoyurlar. Ona görə də bizim əzizlərimiz ki, bu günlərin burada bizlə bir yerdədirlər, onlar bunu özləri dərin şəkildə başa düşməlidirlər, anlamalıdırlar və öz yaxınlarına bunu mütləq şəkildə izah etməlidirlər. Bugünkü Zoom-un yəqin ki, yazısı olacaq.
bu video yazını mütləq şəkildə öz əzizlərinə göndərməlidir və təkidlə deməlidirlər ki, buna baxın, dinləyin və həyatınıza tətbiq edin. Bir daha təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun Elxan əmi. Ona görə həkimlər arasında da belə bir gülməli bir söz var ki, deyir qrip xəstəliyi dərmansız bir həftəyə, dərmanla 7 günə sağalır. Yəni siz özünüz başa düşdünüz də nə demək. Yəni onun müalicəsi yoxdur. Ona görə də çalışmaq lazımdır ki, yenə də gəlirik bağırsağa. Bağırsağı normal işləyən adamın immuniteti möhkəm olur və o qrip virusu gəldikdə onu yüngül formada keçirə bilir. Bir balaca immunitet artıran məsəl üçün məhsulları biz bir neçə dozla verəndə çox gözəl nəticələr alınır. Hətta mənim körpə uşaqlar olur ki, müraciət edir anaları. Sonradan özləri öz təəccüblərini gizlədə bilmirlər ki, uşaq deyir, hiss edirəm ki, qızdırması var da, narahatdır. Amma oyunundan qalmır. Divanın üstünə çıxır, oradan atlanır. Amma halbuki deyir, sizin məhsullara qədər bu uşaq yıxılıb qalırdı bir qıraqda. Amma deyir, baxıram ki, hər şey qədər, hətta deyir, yeməyi belə yeyir. Bu necə ola bilər? Deyir, Səbinə xanım, mən izah edeyim, bu necə ola bilər? Deyirəm, o olur ki, uşağın immuniteti var. Uşağın bədəninə virus düşüb. Amma immunitet onunla məşğul olduğuna görə uşağın heç bir problemi yoxdur. İmmunitet özü işləyir ona. Sənin onunla işin yoxdur. Sənin işin immunitetlə olsun. Sənin xəstəliyinlə işin yoxdur. Sən onun immunitetini möhkəm tut. O immunitet özü uşaq üçün işləyəcək. Yəni prinsip budur da. Məhsullarımızın prinsipi budur ki, niyə görə bu məhsulları içirik? İmmunitetimizi möhkəm saxlamaq üçün. İmmuniteti möhkəm olan uşaq əlbəttə ki, virusla da mübarizə aparacaq. Allah eləməsin, hər hansı bir qorxulu bir infeksiyalar olsun, hər hansı bir epidemiya olsun. Son dövrlərdə bəlkə də bilirsiniz ki, su çiçəyi yayılıb. Məsələn, mən sentyabr ayında uşaqlar su çiçəyi tutdular. İnanın ki, heç bilmədim hardan tutdular, necə tutdular. Heç elə güclü səpki, məsələn, qızdırma, halsızlıq, heç bir şey müşahidə eləmədim. Niyə? Çünki əvvəldən onların immunitetinin qeydinə qalmışdım. Amma siniflərində uşaqlar var ki, mənə soruşurlar anası ki, necə oldu ki, uşaqlar belə rahat keçirdilər. Deyirəm, çox sadəcə mənim təqdim etdiyim məhsulların sayəsində. Yenə də məsələ ora gəlir çıxır. Yenə də Elxan əmin sözünə qüvvət ki, mədə bağırsağı möhkəm saxlamaq lazım, immuniteti möhkəmləndirmək lazımdır. Başqa sual olan var? Burada yazılır, biz itiririk. Olar mikrofonu açıb deyəsiniz. Demək. Papilomalar boyunda nə müddətə təmizləmək olar? Demək, İradə xanım, papilomaların birinci, onlarla işimiz yoxdur. Çıxanlarla işimiz yoxdur. Birinci növbədə mədə-bağırsaq təmizliyi verirsiniz mütləq şəkildə. Xüsusilə qadınlarda daha çox bu yayılıb və ona görə də qadınları təkcə mədə-bağırsaq təmizliyi deyil, orada börək təmizliyi, qadın orqanlarının təmizliyinə, belə deyək, iltihabi proseslərinə fikir vermək lazımdır. Onları təmizləmək, immuniteti möhkəmləndirmək, əgər həmin papilomalar quruyub düşməzsə, bəzən fikir vermişsinizsə, müəyyən, mən özüm şəxsən bir neçə dəfə nəticə almışam ki, təmizlik tərtib eləmişik təmizlik proqramına və qadın deyib ki, artıq boynumdakı papilomaların kiçildiyini hiss edirəm. Sanki bir neçəsi qırılıb düşüb də. Olmazsa, ora biz koren tətbiq edə bilərik. Biz bilirik ki, koren bizim geniş spektrli balzamımızdır. Ona görə də tətbiq eləmək olar. Amma ilk növbədə yenə də deyirəm, səbəb daxil təmizlənməlidir. O papilomalar orqanizmdə olan toksinlərin dəridə belə deyək də üzə çıxmasıdır. Qripə qarşı hər zaman normal məhsul qəbul edirik, qripdə olmuruq, davamlı qəbul edirik. Əla. Həmişə belə. Bağırsaq düzgün işləmədikdə çox vaxt şəkər xəstəliyi olan xəstələr daha çox insult keçirir. Ümumiyyətlə, bağırsağı düzgün işləməyən adamlar təkcə şəkər xəstələrinə aid deyil. Şəkər xəstələrində insult problemi birbaşa bağırsaqla deyil, bağırsaqda problem yaranır, orada qaraciyərə problem yaranır, böreklərə təsir eləyir, qan yaratma prosesi problem yaranır, ürəyə birbaşa müdaxilə olunur və damarlardakı gedən proseslər. Hamısı bir-birinə bağlıdır, təkcə bağırsaqla əlaqələndirməyək. Bəlli məsələ ki, bağırsağı düzgün işləmirsə, demək, ümumiyyətlə orqanizmdə problem var. Xüsusilə də şəkər xəstəliyi olan insanlar var. Onlara diqqətli olmaq lazımdır. Onların qan damarlarına fikir vermək lazımdır. Gündəlik maqni qəbuluna fikir vermək lazımdır. Çünki biz bilirik ki, 1 mol şəkər 56 mol maqnini qanda udur. İndi siz təsəvvür edin ki, həmin adama nə qədər maqni verməlisiniz ki, o şəkəri təmin edə bilsin. Mövzumuza aid deyildi, amma yəni biraz kənara çıxma oldu.
Başqa mövzumuzla bağlı sual vermək istəyən, üzdə səpkilərlə bağlı, mədə-bağırsaq problemlərlə bağlı sualı olan varsa buyursun. Yoxdursa Zoom-muzu bitirmiş hesab edək. Aydan xanım, məncə suallar yoxdur. Üzdə qara nöqtələr olur, üzdə istifadə edirəm, düzdür, amma bilmək istəyirəm. Aha, demək, sual verən kim idi? Bəli, bağırsaqla, bu üzdə olan qara nöqtələr bağırsaqda gedən proseslərlə bağlı dəridə özünü göstərən və dərinin məsamələrində yaranan çirklərdir. Birinci növbədə üzə kompleks təmizliyi lazımdır. Yəni gündəlik təmizlikdən əlavə siz öz rəhbərinizlə danışın, səhv etmirəmsə Sevinç xanımdır. Sevinç xanım çox gözəl üz vasitələrini bilir, izah eləyər sizə. Həm daxili nələr qəbul eləməyi inşallah deyər, həm də ki üzünüzə həmin o qara nöqtələri nə cür təmizləyə bilərsiniz, onları izah eləyər sizə inşallah. Buyurun Nurayda xanım. Başqa sual yoxsa Aydan xanım? Məncə kifayət eləyər. Başqa sual yoxdursa əgər, onda yekunlaşdıra bilərik. Heç kimin sualı yoxdur? Yaxşı, onda Zoom-u yekunlaşdıraq. Çox sağ olun Səbinə xanım, çox dərin məlumatlara görə təşəkkür edirəm. Hər kəsə Mən sizə təşəkkür təşəkkür edirəm. Çox sağ olun aktiv Səbinə xanım. sual verdikləri Sağ olun. üçün. Sağ olun. Sağ Sizə olun. təşəkkür Güzel edirəm. seyre zaten. Çok sağ olun. Gecəniz Təşəkkürlər. xeyrə. Sağ olun.